Deməli, belə bir düstur var. Deməli, düz bucaqlı üçbucaqdır. Düz bucaq təpəsindən hipotenuza çəkilmiş hündürlük bərabərdir. Bərabər katetləri hasili bölünsün hipotenuz. Bunun yəni doğru olub olmadığını ispat edək. Bunun isbatında deməli, düz bucaqlı üçbucağın sahəsindən istifadə edəcəyik. Yəni, düz bucaqlı üçbucağın iki dənə sahə düsturu var. Deməli, deməli, S bərabərdir. 2'də 1 A vurulsun B. Bir sahə düsturu da var. Deməli, tərəf və həmin tərəfə çəkilmiş hündürlüyün hasilinin yarısı. Yəni, tərəf S tərəfidir və həmin tərəfə çəkilmiş hündürlük H-dır. Bu da bərabərdir. Deməli, S vurulsun H bərabər, deməli, S vurulsun H bölünsün 2 olur. Bunların sol tərəfləri bərabər olduğundan, yəni eyni üçbucağın sahəsindən söhbət getdiyi üçün, deməli, sol tərəfləri bərabər olduğundan sağ tərəfləri bərabər eləyə bilərik bir-birinə. Yəni, AB bölünsün 2-ni bərabər eləyərik SH bölünsün 2-yə. İndi buradan biz buradan H tapa bilərik. Buradan məxrəclər eyni olduğu üçün bu ikiləri buradan ləğv eləyə bilərik. Buradan AB bərabərdir SH olar. Buradan H-ı da tutaq. H bərabərdir AB bölünsün S olar. Yəni, teorem ispat olundu.